Əminəm ki, bu sual çoxunu düşündürür. Niyə Ajax və Groningen oyunu başlamadı? Daha doğrusu başladı və 5-ci, 6-cı dəqiqədə dayandırılmalı oldu. Hansı ki, səbəb də azarkeşlərin, indi mən videoları yerləşdirən bu hissədə yəqin görürsünüz, stadiona kütləvi surətdə fişəng atma vardı ki, bu da oyuncular üçün və oyunun gedişatı üçün təhlükə yaradırdı. Buna görə də oyun dayandırılmaq məcburiyyətində qaldı. İndi yəqin ki, oyunun nəticəsi hələ ki, hər yerdə 0-0 göstərir. Yəqin ki, bu oyun hansısa bir müddətdə davam edəcək, amma onu deyə bilmərəm bu gün olacaq və yaxud digər bir günlərdə olacaq. Bundan başqa da bilirsiniz də, yəqin ki, dekabrın 10-u 2025-ci ildə saat 17:45-də Azərbaycanda, Bakı şəhərində, Azərsunun Arena stadionunda Ajaxla Qarabağın da oyunu var. Yəqin ki, bizim azərkeşlər inşallah stadiona heç bir fişəng, belə şeylər atmayacaqlar. Bu onlarda olur, amma yenə də Qarabağa uğurlar arzu edək, ümid edək ki, Ajax bizdən top gözləyir ki, yəni bizdən xal almaq istəyir, amma biz yəqin ki, buna imkan verməyəcəyik. Bu həmçinin bizim də öz şansımızdır, biz bunu da dəyərləndirməliyik. Belə, Qarabağa uğurlar arzu edirəm. İndi yəqin ki, bu oyun da hansısa bir müddətdə başlayacaq təkrar, amma dediyim kimi, oyun hazırda dayandırılıb, yəni buna görə də narahat olmağa ehtiyac yoxdur. Yəqin ki, indi kupon yazanlar da var bu videonu izləyənlərin içində. Onlar da ki, narahat olmasınlar. Mən elə fikirləşirəm ki, bu oyun ya kuponlardan çıxarılacaq və yaxud da nəticəsi hər hansısa bir müddətdə davam etməyə başlasa, onda bəlli olacaq.